Gecənin qaranlığında qanunların belə gücsüz qaldığı yerlərdə gizli imperiyalar qurulur. Güc, qorxu və böyük pullar dünyanın ən təhlükəli mafiyalarını idarə edənlərin əllərindədir. Onlar hökumətləri silkələyib şəhərləri idarə edirlər. Kimisi narkotiklərlə, kimisi silahlarla, kimisi isə elə qanunların özləri ilə oynayaraq tarixə düşüb. Bəs dünyanın ən böyük mafiyaları hansılardır və necə bu qədər gizli ola biliblər? Elə isə gəlin birlikdə bu qaranlıq dünyaya nəzər salaq. Əgər belə maraqlı və təsirli məzmunları daha çox görmək istəyirsinizsə, videonu bəyənməyi, kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Hər zaman daha maraqlı faktları sizinlə bölüşəcəyik. Yakuza. Təsəvvür et, Yaponiya, neon işıqları parlayan Tokionun arxa küçələrində bir nəfərin adı çəkiləndə hamı susur. Çünki o adam Yakuza'nın üzvüdür. Bu mafiya təsadüfü yaranmayıb. Əslində 17-ci əsrdən bu günə qədər mövcud olan bir cinayət şəbəkəsidir. Amma qəribə tərəfi nədir? Yakuza təkcə qanunsuz işlərlə məşğul deyil. Bəzi hallarda hətta dövlətə də kömək edir. Bəli, rəsmi olaraq qeyri-qanuni elə şeylər var ki, polis edə bilmir, Yakuza isə həll edir. Bu mafiyanın üzvləri xüsusi bir mərasimlə seçilir. Əgər Yakuza ailəsinə daxil olursansa, artıq sənə məxsus bir adım, simvolun və döymələrin olacaq. Bu döymələr hər şeyi izah edir. Bir səhv etdin, barmağın kəsilir. Daha böyük səhv, sən artıq yaşamırsan. Ən dəhşətlisi isə odur ki, bugün Yakuza sadəcə küçələrdə yox, böyük şirkətlərin içində də var. Bank sektorunda, film sənayesində və hətta hökumət dairələrində onların izi var. İndi siz fikirləşin, nə qədər təhlükəli olduqlarını. Cosa Nostra. İtaliya, Siciliyanın dar küçələri, qədim binalar və hər kəsin gözlərindən oxunan bir qorxu. Bura Cosa Nostra'nın vətənidir. Bu mafiya təkcə cinayət təşkilatı deyil, bu bir həyat tərzidir. Onların qızıl qaydası var. Omerta, sükut qanunu. Bu nə deməkdir? Əgər sən bu ailənin bir üzvüsənsə və polis səni tutsa, heç nə danışmamalısan. Əks halda, yəni bilirsən də. Cosa Nostra sadəcə bir küçə mafiyası deyil. Onlar bankları idarə edir, hökumətə sızır və hətta məhkəmə sistemində də adamlar var. Ən məşhur liderlərindən biri Salvatore Rina idi. O elə bir qorxu yaratmışdı ki, hətta polislər belə onun adını çəkməkdən çəkinirdi. Bugün Cosa Nostra hələ də fəaliyyət göstərir. Onlar əvvəlki kimi açıq-aşkar hərəkət etmirlər, amma arxa planda hər şeyə nəzarət edirlər. Rusiyanın bratvaları. Burada qayda yoxdur, burada şiddət var, qan var, qorxu var. Bratva, Rusiya mafiyası. Bu mafiyanın başqaları kimi uzaq tarixi yoxdur. Onlar 20-ci əsrdə həbsxanalarda formalaşdı. Qayda sadədir, güc sənindir, əgər onu qoruya bilsən. Hər üzvün bədənində döymələr var. Amma bunlar sadəcə bəzək deyil, hər bir döymənin mənası var. Əgər sən birini öldürmüsənsə, xüsusi bir nişan alırsan. Əgər döymən yalandırsa və həqiqətən də belə bir cinayət törətməmsənsə, pis xəbər, qardaş, sən artıq yaşamırsan. Bratvanın ən təhlükəli tərəfi onların sistemsizliyidir. Digər mafiyalar qaydalara uyğun hərəkət edir, amma Bratva, onlar sadəcə xaos yaradır. Oğurluq, qətl, insan alveri, silah ticarəti, nə desən var. Və ən pisi nədir? Onlar artıq təkcə Rusiyada yox, Avropada, Amerikada, hətta Asiyada da fəaliyyət göstərirlər. Sizcə, bu mafiya hara qədər böyüyəcək? Meksikanın kartelləri. Burada hökumət yoxdur, burada qanun yoxdur. Burada tək bir şey var, Meksikanın narkotik kartelləri. El Chapo, Pablo Escobar, bu adları eşitmisiniz yəqin ki. Bunlar sadəcə adam deyil, bunlar ölüm maşınlardır. Kartellər o qədər güclüdür ki, bəzən Meksika ordusu belə onlarla bacarmır. Bəzən isə elə olur ki, orada içindən də adamları çıxır. Onların üsulu sadədir, ya bizimləsən, ya da ölmüsən. Və sənin necə öləcəyini də özləri seçirlər. Elə edam üsulları var ki, onu eşidəndə belə ürəyin dayanır. Kartellərin əsas gəliri narkotik ticarətidir. Kokain, heroin, metamfetamin, nə istəsən satırlar. Onlar üçün bu bir biznesdir. Hər il milyardlarla dollar qazanırlar. Bəs hökumət heç nə edə bilmir. Sizin fikrinizcə, bu mafiya qruplarından hansı daha təhlükəlidir? Rəylərdə fikrinizi bizimlə paylaşın.
Daha maraqlı videolar üçün videonu bəyənməyi, kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Sizinlə daha da dərinlərə enəcəyik.